Dəyərli izləyicilərimiz, balkondan çəkişə başlanmanın səbəbi bilirsən nədir? Bax, 3 nömrəli məktəb. Göstərir, məni göstər. 3 nömrəli məktəb. Bura əsas yol və evin içi isə möhtəşəm 95 kvadrat keçə evə. Gəldi evin əsas giriş hissəsinə. Möhtəşəm 95 kvadrat, fulu təmir. Təmiri super, yerləri döşəmə, güzgüzat, hər şey kakpalıqdan hazır vəziyyətdə. Bura evin qonaq otağı. Deməli, qonaq otağında, yəni gəldin, açdın buranı, girdin içəri. Bir dənə güzgüzalı, dekorativ işıqları. Evi super təmir ediblər. Gəlin düzün danışaq. Biz bundan sonra hər şeyi düzün danışmağa vadarıq. Düzün deməliyik. Özünün müstəqil pəncərəsi. Artıq aboyu. Yenə bizi bu qara şüşələr qarşılayır. Bax. Yox oldum. Görsün mən. Görürlər. Görsən mən. Ya. Müasir texnikadır. Bura mətbəx. Barınız, stoykalar, qazı, aspiratörü, moykası, hər şey yığılıb. Stoykaların da yanına bax görürsünüz. Belə səliqəli işıqlar da yığılıb. Orada bir dənə yataq otağı var. Bax. Binanın həyətinə baxan yataq otağı. Elə bildim Allah'ım üçün pəncərələrdə açmışdım. Yataq otağı qəşəng səliqəli, yataq otağında güzgü, dekorativ işıqlar, pərdə, lüstür, dangdon qobu. Obşun buradan da çıxdıq bura. Göstər. İkinci balkonudur bura evin. Binanın həyəti geniş. Operator götü pərdəni zat da apardı özü ilə. Binanın həyəti geniş, qəşəng səliqəli. Evin də təmirinə söz olanmaz. Həqiqətən qardaş yaxşı təmir edib. Mətbəxdir, hamam sanuzerdir, giriş hissələrdir. Hər yer isti döşəmədir. Düşüb dancı yerlər. Çəkdə sağa sol. Göstər. Hamam sanuzeri, hamam ayıqlı ayrı-ayrıdır. Görürsünüz, təmiri qaydasındadır. Və sonda evin yataq otağının digəri. Buradadır. Buradan da balkona çıxmaq üçün yerdir. Qonaq otağından, yataq otağından, hər yerdən balkona çıxmaq üçün yerimiz var. Satış qiyməti isə təyin edilib 140 neçə min? 4000. Real alırsansa, gəl yerində belə bir indirim elətdirəcəm sənin üçün. Deyəsən, ay aman, nə yaxşı indirim elətdirilər. Sənədləşmənin də bir qəpi sən xərcini sıxmayacaq. Bütün xərci atacaq ev yəsin üstünə də. Bəlkə pullu adam, pulu var da alacaq. Gəl buradan bax, prospekt yolu. Görsən. Ev yəsə bizim yaxın qardaşımızdır. Gəlin, baxın, qiymətində razılaşın, alın. Dəyər bu ev almağa. Təmiri super. Sağ ol.